Mən payız qadınam. Yəni mən həm övlad olub ana-ata evində xeyirli övlad olmağa çalışdım. Sonra 30 ilə yaxın müəllim işlədim. Ailəm oldu, övladlarımı böyütdüm. Şagirdlərim oldu, çox maraqlı onlarla, yəni insanları kəşf etməyi, uşaq oldu, gənc oldu, yaşlı oldu, fərq yoxdur. Çox sevirəm, onlarla ünsiyyətlə çox sevirəm. Və indi mənim deməli insanın həyatının 3 mərhələsi olur. Öyrənmək, onu həyata keçirmək, bir də ibadət dövrü və indi ibadət dövrümdür və bu ibadət dövründə də Tanrının mənə bəxş etdiyi bu huzuru, bu azadlığı elə bir Tanrı və evrenin mənə xeyir duası kimi başa düşürəm. Çünki özümə, öz içimə enməyi, özümü görməyi, özümü nəhayət çox-çox sevməyi və özümü xoşbəxt etməyi öyrətdi. Yəni övladlıq, analıq, müəllimlik, həyat yoldaşı, bütün bu rolları ifa etdim, ancaq indi özümü, yəni tam mən nə istəyirəm, mən nə hiss edirəm. Çünki artıq kimsə səndən nəsə tələb eləyən yoxdur və bunları çiynindən atıbsan. Kimsə sənə suçluluq duyğusu yükləmir. Sən öz içindəki o səsi eşitməyə başlayırsan və o səs səni elə gözəl yerlərə aparır, elə gözəl insanlar çıxır qarşına. Əlbəttə, sənin hansısa travmaların çəkən insanlar da olur, amma bu da demək ki, səni sən etmək üçündür və olan hər bir şeyə sayğı duyub yoluma davam edirəm. Yolumuz açıq olsun. İyi niyyətlə və qəlbində gerçək Allah sevgisi ilə o yolu gedənlərə.